İnsanlar bu yerdə tərtəri cilovlamış, onun sürətli axınının qarşısını almışlar. Heydər Əliyev yoldaş qırmızı lenti kəsir. Bu nadir arxiv kadrları Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə Ağdərə rayonunda istismara verilən Sərsəng su elektrik stansiyasının açılışındandır. Bu hadisədən 50 il sonra isə Cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq məhz Ağdərə rayonunda 14,7 meqavat gücündə Qozlu Körpü su elektrik stansiyası tikilərək istismara verilir. Regionun ən iri su arteriyası olan Tərtər çayı üzərində sərt relyef, ağır iqlim şəraiti və çətin logistika səbəbindən tikinti prosesinin digər bölgələrlə müqayisədə daha çox vaxt və maliyyə tələb etməsinə baxmayaraq, layihə Azərenerji tərəfindən qısa müddətdə uğurla icra olunub. Dəniz səviyyəsindən 955 metr yüksəklikdə müasir baş su qəbul edici qurğu yaradılıb. Bütün texniki və ekoloji amillər nəzərə alınmaqla inşa edilən baş su qəbul edicidən stansiyaya suyun ötürülməsi üçün çətin dağlıq ərazidə 13 km uzunluğunda 2400 mm diametrli derivasiya borusu çəkilib. Qozlu Körpü su elektrik stansiyası üçün yeni maşın zalı tikilib və ölkədə ilk dəfə olaraq Francis tipli vertikal turbinlər quraşdırılıb. Bu turbinlər az sulu dövrlərdə 25%, bol sulu dövrlərdə isə 100% məhsuldarlıqla fasiləsiz işləmə imkanındadır. Stansiyanın ölkə enerji sisteminə qoşulması üçün açıq paylayıcı qurğu yaradılıb. Həmçinin 24 damarlı optik kabel xətti çəkilərək stansiya rəqəmsal idarəetmə sisteminə inteqrasiya olunub. Qozlu Körpü su elektrik stansiyasında il ərzində orta hesabla 43 milyon kilovat-saat elektrik enerjisinin istehsalı, bununla da 9,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 18 min ton karbon qazının atmosferə atılmasının qarşısının alınması və nəhayət stansiyaya qoyulan investisiyanın 6 il ərzində özünü ödəməsi nəzərdə tutulur.